kiminsə göyərmiş ayağını qovublar ora, kiminsə. Bəlkə də uşağın öz ayağı döyülür çəkir. Barometr TV-nin qaynar xəttinə daxil olan şikayətə görə Gəncədəki 44 nömrəli məktəbin 4-cü sinif şagirdi Hüseyn Hüseynov Hasil adlı şəxs başda olmaqla bir neçə şagird tərəfindən fiziki və psixoloji şiddətə məruz qalıb. Bununla bağlı şagirdin atası Ruslan Hüseynov bildirir ki, övladı həmyaşıdları arasında alçaldılsa da lisey rəhbərliyi bu hadisəni görməzdən gəlir. Bilirik, yəni şər eləyibdir, şikayət yoxdur, valideyn şər eləyib. Uşaq dili ilə dedi ki, ay qızım burada, hamının yanında dedi, heç burada dalaşmaq söhbət olmamışdı. Aprelin 1-də oğlum məktəbdə ayaq yoluna gedərkən bir neçə şagird tərəfindən fiziki təzyiqə məruz qalıb. Hadisənin kamera görüntüləri də var. Belə ki, 4-cü sinif şagirdləri Hasil, Məhəmməd, o cümlədən adlarını bilmədiyimiz bir neçəsi Hüseyni zorla ayaq yoluna salıblar. Orada oğlunun qarın nahiyəsinə və ayağına zərbələr endirilib. Hasil ayaq yolundakı çirkli suyu oğlunun üzərinə vuraraq, buradan çıxmaq istəyirsənsə ayağımın altını yalamalısan deyib. Oğlum isə üzr istəməyib. Məktəb direktoru isə bu söhbətin sadəcə üzr istənilməsi şərti ilə uzanmamasını tələb edir. Hətta direktor mənim valideyn olaraq övladımın arxasında durmağımı səhv addım hesab edir. Valideyn qeyd edir ki, problemlə bağlı Elm və Təhsil Nazirliyinin qaynar xəttinə müraciət etsə də heç bir nəticəsi olmayıb. Məsələ ilə bağlı Gəncə Daşkəsən Regional Təhsil İdarəsindən bildirildi ki, məktəblilərin valideynləri təhsil müəssisəsinə dəvət edilib, onlarla maarifləndirici görüşlər keçirilib. Həm təhsil müəssisəsinin, həm də idarənin psixoloqları tərəfindən məktəbdə şagirdlərlə söhbət aparılıb. Məktəb rəhbərliyi və prosesə cəlb olunan aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır deyə Regional Təhsil İdarəsindən bildirilib. Şəhərin dalınca belə güclü düşürsünüz.